Əhkam 26, Nəcasət 15, Pak kişinin nəcis olunması. Pak kişinin nəcis olunması üçün 4 şərt lazımdır. 1. Pak kişi nəcisə və ya nəcis şeyə toxunsa. 2. Hər ikisi yaxud ikisindən biri yaş rütubətli olsa. 3. Nəcisin rütubəti pak şeyə sirayət etsə, getsə. Rütubətin sirayət etməsinin meyarı budur ki, gərək toxunmaqla birinin rütubəti digərinə keçmək həddində olsun. 4. Təmas bədən daxilində olmasa, iynənin bədən daxilində qana toxunması kimi. Belə ki, əgər iynəni bədəndən çıxardıqda qana bulaşmış olmasa, pakdır. Amma əgər qana bulaşmış olarsa, nəcisdir.